Amma bu dəyərli günlər içərisində bir gün var ki, çox dəyərlidir. O gün elə bir gündür ki, 124 min peyğəmbərin hamısı o günün hörmətini saxlayardı. Əli əleyhissalam o günü xüsusi gözləyərdi. O gün gəldikdə xüsusi sevgi ilə, məhəbbətlə ibadət eləyərdi. O gün Şaban ayının 15-idir. Elə bir gün ki, o gün dövrün imamı dünyaya göz açır. Bəşəriyyətin xilaskarı, elə bir şəxsiyyət ki, dünya bugün ona daha çox ehtiyacı olduğunu hiss etməkdədir. Və onu duyur, onsuz yaşamaq qeyri-mümkün olduğunu hiss edir və başa düşür. Və o gün ibadət eləmək, o gün əhya saxlamaq, oyaq qalmaq xüsusi tövsiyə olunub. Ramazan ayının Qədr gecələrindən sonra ən fəzilətli gecədir Şaban ayının 15-i. Bu ikinci tövsiyəm. Üçüncü tövsiyəm isə istiğfar eləməkdir, Allahdan bağışlanmaq diləməkdir. Gün ərzində 70 dəfə bu zikri söyləyə bilirsiniz, nə gözəl. Əstəğfirullah və səlam, tövbə. Bağışlanmaq istəyirəm səndən, ya Rəbbəl aləmin. Səndən bağışlanmaq istəyirəm. Əgər gündə 70 dəfə bu zikridir söz, çox əcri və mükafatı var. Bunu qeyd edeyim sizə ki, bir dəfə istiğfar eləmək bu ayda, digər aylarda 70 min dəfə istiğfar eləməkdən üstündür. Yəni bir istiğfar 70 min istiğfardan üstündür. Ona görə bu ayda sizə tövsiyəm budur. İstiğfar eləyin, Allahdan bağışlanmaq diləyin, hamılıqla. Hamımız Allahdan bağışlanmaq diləyək. İlahi bağışla bizi, bağışla etdiyimiz səhvləri, günahları, bağışla bizi ki, bəzi neymətlərin qədrin bilməmişik. Bəzi neymətlərin qədrin bilmədik, əlimizdən çıxdı. İlahi, sənə tərəf dönüş etmək istəyirik ki, həmən neymətləri bir daha bizə qaytarasan. Bəli, anlamışıq ki, çox böyük neymətlər itirmişik. Bu üçüncü, dördüncü tövsiyəm sizə, sədəqə vermək. Allahın yolunda pulundan keçmək və xüsusilə də belə bir günlərdə, xüsusilə belə vəziyyətdə. Baxın, insan adi günlərdə pulunu xərcləyir, amma çətin olanda vəziyyət biraz pisləşdikdə o anda pulu xərcləmək hər adama nəsib olmaz ki. Bəli, belə günlərdə sədəqə vermək, yoxsulların əlindən tutmaq, kimsəsizlərə baş çəkmək və onlara kömək eləmək çox tövsiyə olunan əməllərdən biridir. Ki, İmam Baqir əleyhissalam bizdən gileylənir, deyir, niyə sədəqə verib sərvətli olmaq istəmirsiniz?